Gelen var. Birçoğunun gözüne ışık verebilseydi. Kimdir? Korkma, korkma bacı geldik. Ne oldu? Təcili yardım çağırın. Ha, Kemala xanımdır. Profesör Kemala xanımdır. Maşın gelir. Çekin onu, çekin onu. Bir saat bundan qabaq içəri şəhərdə Professor Kəmala xanımı vurublar. Küt alətlə, 5 barmaqla vurublar. Xeyr, yarası yüngüldür. Vuran tutulub, lakin boynunu almaq istəmir. 5 barmaq, bəli tapılıb. Zərbənin şəkli alınmış mı? Çox gözəl. Nə? Solakaydır. Tutulan necə? Yox. Bir de yoxlayın. Siz özünüz hadisə baş verən yerə gitmişsinizmi? Bu materialları hazırlayın. Sabah səhər mütləq gedin. Baş üstə. İbrahimovu. Yüzlərcə körün gözünə işıq verən bir mütəxəssis, qəpik quruş üçün 5 barmaqla vurulsun. Axı onu bütün şəhər tanıyır. Sabah səhər 5:50 dəqiqədə o milis nəfəri ilə bərabər hadisə yerində olarsan. Baş üstə. 5:50 dəqiqədir. Mayor hələ gəlməyib. Mayor. Gəlib. Səsə birinci kim gəlmişdi? Mən yoldaş mayor. Hansı tərəfdən? Bu tərəfdən yoldaş mayor. Bəs siz? Biz bu tərəfdən. Kapitan sizdən nə qədər gec gəldi? Az, 5 dəqiqə. Bu protezli ayaq rəddinə oxşamırmı? Tez yoxlayın. Elədir ki var yoldaş mayor. Sağ ayağı protezliymiş. Öyrənin görün bu həyatda sağ ayağı protezli adam yaşamır ki. Belə bir adam bu günlərdə bura qonaq da gəlmiş ola bilər. Xahiş edirəm mənim səlamımı Kəmala xanıma yetirəsiniz. Mən mütləq onun yanına gələcəyəm. Bu şəkilləri İbrahimova verin, təcili tutuşturub nəticəsini versin. Yoxdur ki. Xeyr, nə yaşayan var, nə də qonaq gələn olub. Mən elə bunu belə də gözləyirdim. Rəddin şəkli? Buyurun. Oturun. Bacınız Sevdanın başına gələn hadisə yadınızdadır mı? Bəli. Bu hadisənin bəzi cəhətlərini siz, Qudrət və İbrahimov şəxsən görmüşdünüz. Sonra da birlikdə təhqiqat aparmışdınız. Elədirmi? Elədir. Rica edirəm bütün hadisəni qısa, lakin əsas yerlərini bırakmamaq şərti ilə danışasınız. Siz ki bunu bilirsiniz. Bir də ki... Bilirəm, lakin mən istəyirəm ki, hadisə nəzərimizdə bir daha canlansın. Təhqiqatdan məlum oldu ki... O gün... Xalqımın günləri zənnəcə şən keçir, ən şirin arzular ürəyimdən keçir. Hey,
çala çala min zəfər hər nəfər yurdumuzda. Abad olur el, oba, kənd, şəhər yurdumuzda. Yurdumda, yurdumda. Aça aça güllərimiz, daşa daşa sellərimiz, yaşa yaşa ellərimiz, günlərimiz var. Aça aça güllərimiz, daşa daşa sellərimiz, yaşa yaşa ellərimiz, günlərimiz var. Gözəldir ha dostlar, vətənin toy bayramı, bu azad mahnını qoy söyləsin hamı. Çala çala min zəfər hər nəfər yurdumuzda, abad olur el, oba, kənd, şəhər yurdumuzda. Yurdumda, yurdumda. Aça aça güllərimiz, daşa daşa sellərimiz, yaşa yaşa ellərimiz, güllərimiz var. Aça aça güllərimiz, daşa daşa sellərimiz, yaşa yaşa ellərimiz, güllərimiz var. Gözəl yazıbsan Sevda. Doğrumu deyirsən yoxsa? Ne yoksa, qoy bircə mən onu hatırlayıb oxuyum. Gör nə qiyamət olacaq. Mən gecikirəm. Bu axşam oxuyursan mı? Oxuyuram. Salam Sevda xanım. Salam Qudret. Salam. Qaya yoxdur. Geyinib getdi bu gecə axı. Bilirəm, seçicilərlə görüşü var. Mən də onun üçün bu saat rayondan gəlirəm. Sağ olun. Görüş qurtaran kimi evə gəlin ha. Bugün mən sizə yaxşı bir axşam yeməyi verəcəyəm. Baş üstə, gələrəm. Hə? Salam da olsun vermədi. Bir salam da olsun vermədi. Yəqin özünü itirdi də. Neysə, mən gecikirəm. Qurtaran kimi gəl ha. Gecə qaya üçün mən çalacağım, sən də oxuyacaqsan. Yaxşı. O da gələcək. Buyur, bəş şişlər. Al aşağıları özün götür. Mən qaçdım. Selam ha kızlar. Eşitmişsiniz? Gazetlere bak. Gazetlere bak. Gazetlere bak. Bak, onu deputat veripler. Gaya Veysaloğlu Mürşidov. Ben. Bak bu biri, bak bu da biri. Bak, burada şəkili de var. Kimin belə oğlu var? Ha? Sənə nə oldu ata? Kimin belə kızı var? Dur köməklə sübrəni düzəldək. Yaxşı. Bircə dənə, sən özün tök. Mən öz oğlumun sağlığına içmək istəyirəm. Sağ ol bala. Ata, Yaxşı. Arvad, sen niye öldün? Niye bu hoş günleri görmedin? bəsdir. Yaxşısı budur kızım, mən gedim, Qaya gel gələndə gələrəm.